Əsas məsələ isə onların qidalanmalarındakı fərqdir. Sintetik maddələr, kimyəvi preparatlar və hətta antibiotiklər. Bunlar hər gün istifadə etdiyimiz broiler toyuqlarının gündəlik yemidir. Bu da bir sıra fəsadlara səbəb olur. Belə ki, broiler toyuğu qidalanan insanlarda digər insanlara müqayisədə piyələnmə daha çox müşahidə olunur, metabolik sindromlar daha çox müşahidə olunur. Xəstələrdə şəkərli diabet riski digərinə görə daha çox müşahidə olunur. Hətta çox təəssüflər olsun ki, artıq onkoloji xəstəliklərlə də broiler toyuqlarının birbaşa əlaqəsini olduğunu göstərən elmi araşdırmalar var. Bəs alıcılar nə düşünür? 20 ilə yaxındır ondan istifadə edilir. Ət az qala gəlir, 22 manata, 20 manata gəlir. Amma toyuqda insanların öz maddiyyətinə uyğundur da, ona görə elədir. İnsanlara o sərf edir. Fərq çoxdur. Bunda köpük olur, onda kət toyuğunda olmur. Kənd toyuğu ilə broiler toyuğun bir yerə qoyanda müqayisə eləndə heç müqayisə gəlinəsi deyil. Yəni heç cürə onlar bambaşqa komponentdir. İndi kənd toyuğun hamımız bilirik də, onun dadı, əti necə olur və broiler hansı vəziyyətdə olur. Broiler soya düşən kimi kartof pürəsi kimi əriyir, dağılır. Amma kənd toyuğu elə deyil. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Bildirildi ki, broiler toyuqlarına antibiotiklər verilə bilər. Bu xəstəliklərin qarşısını almaq üçündür və onların hər biri dövlət tərəfindən təsdiqlənib. Tez böyüməsi isə onların xüsusi seçilmiş cins olmasından irəli gəlir. Nəticə etibarilə orqanik qidalara üstünlük vermək sağlamlıq üçün daha vacibdir.